Bir, mən Vüsal Kəlbəzəri yenə də bu günəm 21 mart bayram günündə yenə də bu ailənin yanındayıq. Və gördüyünüz kimi dəftərdə qeyd olunubdur. Dəftərdə kimlər qeyd eləyirsə, kimlər pulu göndərirlərsə onu qeyd edirik. Birinci kənd cəmaatının öz adımızdan dərin təşəkkür bildiririk. Kənd cəmaatı Susuzluq kənd qrupunu tərəfindən 3000 manata qədər pul yığılıbdır. Ona öz adımdan dərin təşəkkürümü bildiririk. Sağ ol deyirik ki, kənd cəmaatına ki, eşq olsun Susuzluq kəndinə, Kəlbəzəri və Susuzluq kəndinə. İkinci, inşallah biz tərəfindən olanda, demək, bizim bu günləri Babək Niftəliyev göndəribdir. Demək, 200 manat o göndəribdir. O cümlədən də Aqil müəllim, bizim Kəlbəzərin ziyallısı 300 manat o göndəribdir. 100 manat da iş adamı Etibar müəllim göndərib. Amma mən bu günləri, indi mənim müraciətim birbaşa Azər Qoziyevədir. Azər Qoziyev və Heydər müəllimdən gözləntim var. Mən əsas onlardan gözləyirəm. Düzdür, onlar bizə bugün bildirdilər. Eldəniz müəllimdən gözləntim var. Bütün Kəlbəzər rayon icra aparatından gözləntim var. Onlar mənə dedilər, bildirdilər ki, biz Qaşınkoma bildirmişik, bayramdan sonra nəticə olacaqdır, bayramdan sonra təmir olunacaq. Qaşınkoma bildirmişsiniz, neynəmişsiniz, nə yapmışsınız, o sonra olar. Mən sizdən gözləyirəm. Necə ki, mən bayram günündə buradayam və mən sizdən gözləyirdim ki, bunu eləyəsiniz. Və o cümlədən də qrupda, bizim qrupda ziyallarımız var, sağ olsunlar. Onlar da söz verdilər ki, eləyəcək Allah qoysa. Amma mən bəzi idarə rəhbərlərinə deyirəm ki, mən neçə gündür, 2 gündür paylaşım eləmişəm. Mən belə gözləmirdim. Mən gözləyirdim ki, bu günlərin bura Kəlbəzərin bütün idarə rəhbərləri, bütün vəzifəli şəxsləri, bütün insanları gələcəkdilər. Mən orada Nolovskiləri çağırmışdım, Kəlbəzərləri çağırmışdım. Ay bizim bəzi idarə müdürləri var ki, adları var, özləri yoxdur. Adları var, özləri olmayan idarə müdürləri. Nə olar ki, hər hansı gəlib 100 manat, 50 manat dəstək olardınız. Bugünkü gündə bu ailə də hansısa bir başlayardılar evin dam örtüyünü və o cümlədən də evin içində təmir işləri. Özdə hansı gündədir? Həm Ramazan bayramı, oruçluq bayramı, o cümlədən də yeni il günündə, yəni Noruz bayramı günündə. Mən bunu gözləyirəm. Bax, sizdən birinci növbədə xahiş edirəm, rica edirəm və tələb edirəm. Kəlbəzərlilər, biz həmişə Respublikada ərazisinə görə ən böyük rayonuq. Bu mənim ikinci çağırışım, üçüncü çağırışımdır sizə. Üçüncü çağırışım odur ki, biz bir olmalıyıq. Orada bax, sizin kartınız qeyd olunubdur. Bəli, olunub. Orada olunan kart sizin kartınızdır. Bəli, bizim. Telefon nömrəsi sizin telefonunuzdur mu? Bəli, bizim telefonumuz. Bəli. Yəni bəzi mən qardaşlar məsələn Babək müəllim zəng gelib ki, Babək müəllim öz zəng kartın elədi, sağ nömrəsi olsun. düzdürmü deyib, bəli, o kartdır. Demirəm, ha yoxlamaq olsun. Babək müəllim bizim böyük hörmətimiz var. Hətta mənə bildirdi ki, ay müəllim, bilirsiniz də oruçluq vaxtıda Allah haqqı əgər olsaydı mən 1000 manat göndərərdim. Dedim ki mən də, xeyr Babək müəllim, siz 200 yox, siz 2000 manat, 20 min manat elə bir göndərmişsiniz. Yəni eşq olsun onlara, bizim bəzi Kəlbəzər buzdasının dəftəriniz var, burada dəftərdə hər biri qeyd olunur. Xahiş edirəm bu dəftər axıra qədər qutarsın. Mən Kəlbəzərlərə bunu deyirəm. Bizim bəzi özlərinin xeyriyyəsi göstərirlər. Biri dəmir satır, biri qarətdə tutulur, biri nə bilim müəllimlərin adını yazdırır, özü gəlmir işə, biri idarədə adı gedir, özü getmir. O insanlar, üzümü tuturam ki, gəlin o yediyiniz pullardan bəzilərini belə insanlara xərcləyin. Oldu? Hansınız haqqında tənqid çəkəndə Kəlbəzərin uşağına tutmuş, böyüyünə qədər mənə zəng elətdiniz ki, Vüsal müəllim, axı biz Kəlbəzərliyik, niyə bizə belə tənqid çəkmirsən? Əbə, çəkmirik də, əmmimiz oğlusunuz, canımsınız, ciyərimsiz. Və gəlin insanlara dəstək olun, ha? Sən ki, bugünkü gündə evi yanmış insana dəstək olmayandan sonra özünü Kəlbəzər insanların içində necə xeyriyyəsi kimi göstərirsən? Xahiş edirəm sizdən, əziz mənim yerlilərim, Norovskilər, Kəlbəzərlilər, hər bizdən xahiş edirəm ki, bu ailəyə dəstək olalım. Və mən inşallah bir həftədən 10 gündən sonra inşallah bura yenə gələcəm Allah qoysa, 4-cü çəkilişim olacaqdır. Əslində mən bir dənə çəkiliş eləməliydim. 4-cü çəkilişim olacaqdır. 4-cü çəkilişdə sizdən xahiş edirəm, belə olmasın. Gələndə görək ki, bir dənə otaq düzəlibdir, evin dam örtüyü düzəlibdir. Bax, bizim əmmimiz, dayımız öz nəvələrinin evin içindədirlər. Xahiş edirəm sizdən. Kəlbəzərli Nolovskilər deyəndə hamı qorxub qaçır ki, bunlar Kəlbəzərlər birdirlər. Və hanı? Azərbaycanın ən böyük ərazisini olan görən rayon deyil, qardaşlar. Bir olun da, bir olun. Bax, bu dayının nömrəsi var orada. Telefonu var, əlaqə saxlayın və dəstək olun. Sağ olun, təşəkkürlər. O cümlədən də ondan əlavə də bunu da əlavə edin. Aşıq ədalətin kim kömək edir? Bəli, bizim ədalət aşıq sənətkarımız, gözəl elimizin, Kəlbəzərimizin dəyərli sənətkarı, ailəsi gəlib, öz qohum əqrəbəsindən yaxşı dəstək olublar, sağ olsunlar. Təşəkkür edirəm hamısına. Çox sağ olun. Minnətdaram. İnşallah bu videoya baxın, hər biriniz dəstək olun. Təşəkkürlər, minnətdaram. Sağ olun.